Tez eləyin, vaxtdan yer, tez eləyin. Hədə, tutar bu bilək. Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri. Dəyərli Xəzər Futbol Liqasının izləyiciləri, məhz 9-cu sezonda 4-1-in maraqlı bir görüşündə bir yerdə, hansı ki, bu görüşdə Maçtağa və Türkan kollektivləri üzə gəlir. Turnirin 2 favorit komandası üzədir. Maraqlı bir mübarizə, maraqlı bir qarşılaşma bizi gözləyir. Meydana sol tərəfdə ağ formada Maçtağa gol da gəldi. Çox erkən gələn bir gol görüşün ilk dəqiqəsində məhz Maçtağa kollektivi hesab açır. Darın qapı qarşısında ötürməsində Ülvi İsmailov topu torlara yolladı. Start heyətlərdən bəhs etməyə imkan vermədilər. Maçtağa 1, Türkan 0. Meydana sağ tərəfdə biz Türkan komandasını görürük. Sol tərəfdə Maçtağa. Bir hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Tabloya çox da fikir verməyin. Bir qədər sonra düzələcək o da. Hesab isə artıq 1-0'dır. Yeni gələn hər bir skoş gördük. Yorumları bağlayacağım. Niyə? Bağlayacağım. 20.000 ekran bəyənməsi olandan sonra yorumları açacağım. Çünki nə qədər desəm belə siz bəyənmə çətin edəsiniz. Ona görə istəyirəm ki, rəyləri bağlayam. Ekran bəyənməsin. 20.000 edirik, sonra rəyləri açacağım. Nə sualınız var, hamısını cavablandıracağım. 17 Suraxan stadionda başlayır. Bir daha xatırladıram. Bu Xəzər Futbol Liqasında 9-cu sezonda 4-1 çərçivəsində baş tutur. Maçtağa və Türkan kollektivləri üzrədir bu görüşdə. Hesab isə artıq 1-0'dır. Maçtağa minimal hesabla öndədir Ülvi İsmailov. Görüşdəki meydandakı yeganə qolun sahibidir. Meydana sol tərəfdə ağ formada biz Maçtağanın sağ tərəfdə isə Türkanı görürük. Eldar. Ötürməsi Ağazəki Əzimov. Maçtağanın kapitanı. Orada isə Viraziyev olan mübarizə apardı. Qayda Pozulub. Elvin Qurbanov. Ülvi İsmailova doğru. Ülvi qapı qarşısına. Səttar Rumudov yerindədir. Yeni gələnlər biz xoş gəlmişsiniz. Ekran bəyənməsi 20.000 olan kimi rəylər açılacaq. İstədiyiniz yazıb suallarınızın hamısını cavablandıracağım. Bir də ekran bəyənməsi 20.000 edirik. Sonra nə sualınız var yazarsınız, mən də cavablandıracağım. İndi görüşə qayda Xanağa da komandasının əsas qol silahlarına verdi. Ülvi zərbə. Sonra yantorlar sirkələdə alınmadı. Səttar Rumudov. Əlas var olun. Ekran bəyənənə hər bir üzə minnətlərim. Ayrı-ayrılıqda təşəkkür edirəm. 20 min. Burada. Razvaka sakinlik. Standart vəziyyət izləyici Ağazəki Əzimov topun arxasında Maçtağan kapitanı dəfələrlə standart vəziyyətdən qollar vurmağa bacarır. Biz ondan möhtəşəm qollar izləmişik. Bir qədər məsafə uzaqdır. Ref tapşırığı da ola bilər. İşarə gəldi, 2 nəfərdən ibarət canlı səhv var. Ağazəki birbaşa idi bu qapıya. Başı qapını düşürmüşdü. Top qapıdan aralı keçir. Rumudov Səttar. Elvin Qurbanov. Rumudovdan öncə qarşılamışdı. Xanağa ona qarşı qayda pozulmayıb. Asif Əfəvətov. Asim Novruzov ilə səhvini düzəldi. Ağazəkinin zərbəsi alınmır. Ağazəki. Ülvi İsmailov. Ötürməyə Ağazəki qapı qarşısına. Daxilə var, korner. Maçtağa komandası daha effektiv mübarizə aparır ötən dəqiqələr üçün. Hücumlarının kəsərləri artıq olan tərəf. İstəyili olan tərəf məhz onlar görünür. Hesabda da özünü göstərir. Minimal hesablı üstünlüyü var. Türkan komandası hələ ki bir qədər özünə gəlməyib. İndi əksəmli ola bilər. Kapitan Asim Novruzov. Eləmişdi ona müdaxilə etməyə bacardı rəqibləri Asim Novruzov. Yeni İncilahda komanda yoldaşı ilə oynamışdı. Asim zərbə Malik Cabayev. Keçid vermir.
Ekran beğenenler sağ olun, var olun. 5000 olduq. 20.000 olan kimi yorumlara açacağım. Nə sualınız olsa da cavablandıracağım. Ekranı hər kəs bəyənsin. İnanın ki 250 nəfər eyni anda bəyənsiz. 2 dəqiqəmiz ki 20.000-ə çatarıq. Elnur Xubalızadə. Türkiyənin yeni transferidir. Top etkisi. Bitirmə yaxşı alanda amma tam da rəqibə. Umudov Səttar. Asim Novruzov. Elvis İsmailov. Asimlə mübarizə aparır. Eldar. Ağazəki. Sonlu zərbə indirdi, alınmadı. Xubalızadə. Sever Hacıyev zərbə indirmə istəyirdi, amma alınmadı. Qapıdan zərbə Malik Cabayev. Elviyə doğru Xubalızadə qarşılamışdı. Eldorun daxiləsi bu Mudovdur, amma top meydanda saxlama mümkün olmur. Elvin Qurbanov yan xətdən top oyuna daxil etməyə hazırlaşır. Eldar Kərimov bir qədər gözlədi, ara itirməsi keçmədi. Umudov Qurbanovla mübarizə apardı. Elvin top meydandan çıxardı. Altına top oyuna daxil ediləcək. Umudov Vüsal yanında. Asif Novruzov var, onun üçün buraxdı topu. Qapı qarşısına ötürmə Eldar. Qapıdan zərbə. Ədaləti qoruyan Fəqan Kərimovun qərarı bu yöndədir. Səttar Umudov. Elvin qarşıladı. Xanax Ələsgərov. Yaxın ötürmə. Uğursuz alamışdı. Asim, Elsəvər Hacıyev. Elsəvər. Elnur. Malik Cabayev son anda yaxşı reaksiya verdi və korner. Təşəkkür edirəm. Ekran bəyənənlər, sizlərə ayrıca minnətdaram. 8500 artıq bir şey qalmayıb. 20 edirik. Arada zərbə və gol! Elsəvər Hacıyevin zərbəsində daxilə var idi. Mudov Vüsal topu torlara yolladı. 1-1, kartlar yenidən paylanır meydanda. Bir ara ötürməsi, Səvər direğe dəydi. Qapı qarşısına daha bir ötürmə, Elsəvər Hacıyev və gol! Elsəvər Hacıyev. 2-1, geri dönüş gol oldu. Tilsimi qırdılar, bir dəqiqə içində 2 gol. 0-1-dən artıq 2-1. Son 10.000. 20.000 olan kimi Mehran bəyənməsi rəylər açacam. Sualları sizə cavablandıracam. Hesab 2-1-dir Xəzər Futbol Liqasında. 9 sezon 4-də 1 çərçivəsində. Dörtdə bir çərçivəsində bu görüş baş tutur. Maçdağa və Türkan kollektivləri üzrə bu görüşdə. Türkanın 2-1'lik üstünlüyü var. Maçdağı önündə. Eldar Kərimov. Xubalızadə. Asim Novruzov kapitan. Yenidən Elnur'la oynadı. Elvin Qurbanov. Ağazəkiyə doğru alınmadı. Elnur Xubalızadə ötürməni oxumuşdu indi. Asim Novruzov aldatdı rəqibini. Zərbə və gol! Asim Novruzov. Kapitan fərqlənir. Arda gəlir qollar. Düz 9'luğa yolladı topu. Türkan. Rəqibin bir qolunu cavabını 3 qolla qaytarır. 3-1. Bu 4'də 1'in oynadığı bir daha qeyd edirəm. Bu görüşün cavabı oyunda var təbii ki. Komandalar cavab oyunu üstün yollamaq istəyirlər. Türkan isə elə belə düşünürəm ki, oyunun taleyini bu görüşdəcə həll etmək istəyir. Elvin Qurbanov. Ağazək Kəsimov.
Elvin Qurbanov. Elvin İsmailov. Görüşdə 2 olandan gəlmişdi. Ona qarşı qayda pozulub. Elnur Xubalızadə. Qaydanı pozub. Cərimə zərbəsi olacaq da bir standart vəziyyət. Bu səfər Xanağa Ələsgərov topun arxasında Umudov Səttar 2 nəfərdən ibarət canlı səhət qurdu. Hətta 3 nəfərdən ibarət. Yaxın gücünü bağladı. Bu bir ev tapşırığı da Zəkinin zərbəsi alınmadı. Qapıdan zərbə. Elsəvər Hacıyev. Bir qədər ayaq saxladı. İndi Cina dəyişməyi bacardı. Umudov qapı qarşısına son anda Eldar. Bir zərbə imkan vermədilər Rağa Zəki. Elsəvər zərbə və gol Elsəvər Hacıyev. Yenə məhz fərqlənən at. Fərqlənən oyuncu oldu. Dubl edir. Komandasının 4-cü özünün 2-ci qolu. Bir qədər əvvəl Türkan üçün bu sözləri demişdim ki, özlərinə gəlməlidirlər. Mübarizədə rəqibdən geri qalırlar. Eyni sözləri indi maçdağı üçün qeyd etmək olar. Rəqib tilsimi qırdıqdan sonra artıq 4 qola imza atıb. Xanağa. Elsəvər daha bir zərbə Malik Cabayev. Yaxşı reaksiya verdi. $5.000 olduq. Son 5.000. 20.000 olan kimi rəylər açılacaq. Suallarınızı, sözlərinizi yaza biləcəksiniz. Səttar Umudov. Xubalızadə. Tabii yenidən qazandılar burada Ağazəki. Xanağa. Eldar. Atdan top oyuna daxil edilməlidir. İsmailov ötürməklə başladı. Elvin Qurbanov. Qapı qarşısına başla zərbə. Xanağadan alınmır. Səttar Umudov bir qədər gözlədi. Asif Novruzov. Elsəvər Hacıyev. Elsəvər zərbə Malik. Cabayev yaxın küncünü bağladı. Yerdə qalan oyuncu var. Bir görüşü saxladı. Eldar Kərimov yerdə qalıb. Asiflə mübarizə zamanı ekran beynənlər hər bir bizə ayaqda təşəkkür edirəm. İndi oyun bərpa olunacaq referinin zərbə satışı ilə də. Ferpili olaraq da Ülvi rəqiblərindən geri qaytardı. Səttar Umudov. Elnur Xubalızadə. Səttar. Geri qapısında qaldı Malik Cabayev. Bir uzun ötürməyə Ülviyə doğru burada. Alınmadı Xanağa. 2 nəfər birgə şığadı onun üzərinə. Xanağa yerdə qalır. Elə ona qarşı qayda pozulub. Görüşdə isə artıq 15-ci dəqiqə oynanılır. Odur ki, hissənin bu hissəsini geridə qoymuşuq. Hesab isə 4-1 Türkan kollektivi. 4-1 çərçivəsində başlayan bu görüşdə 4-1 hesab ilə öndədir. Rəqib maçda önündə hesab. Bu maçda kollektiv atsa da 4 qolla rəqibə cavab verdilər. Ülvi. Elnur Xubalızadə. Umudov. Bir qədər gözlədi. Asif Novruzov. Eldar. Xanağa.
Eldar Kərimov, Ülfü. Xanağa. Çox sərt köntəyə bir müdaxilə. Və Vərəqət Əlcibə getdi. Asif Novruzov, görüşdəki ilk rəsmi xəbərdarlıq İsar Vərəqona göstəriləcək. Aleyküm salam, yeni gələnlərimiz, xoş gəlmişsiniz. Ekran bəyənənlər, hər bir zarəlikdə minnətdaram, çox sağ olun. Fasilə yaranan kimi, nəsə fasilə yaranmışkən suallarınızı yazın, mən də cavablandırım. Yeni Suraxan stadionu və Asif Novruzov adı sarı vərəqə göstərildi. Bir daha xatırlatıram, bu görüş Xəzər Futbol Liqasının 9-cu sezonun 4-1 çərçivəsində baş tutur. Maçdağa və Türkan kollektivləri üzədə Türkanın 4-1 üstünlüyü var. Maçdağa önündə. Aleyküm salam. Turnirlə bağlı ətraflı məlumat əldə etmək istəyənlər. Yəni şəxsən yazmanız kifayətdir. Elvin Qurbanov. Yine kesme istedi Elsever Hacıyev. 50 oyun. Bu artıq deyəsən 6-cı fauldur. Bəli, bu 6-cı fauldur. Odur ki, qapıya metrli birbaşa zərbə olacaq. Bəli, top Elseverin əyinə dəymişdir. Efendim, qərarla barışmaq olar. Görə zərbəni kim yerinə yetirəcək? Var sistemi var, bəli. Amma rəqəbin də buna çox etiraz olmadı. Bu qərarla barışır. Ağazəki Əsimov. Zərbə Ağazəki. Amma zərbə təkrarlanacaq. Gol qeydə alamadı. Gol qeydə alınmır. Xanağa hərəkətləmişdi zərbədən öncə. Yenidən olacaq. İşarə gəldi. Yenidən Ağazəki və Səttar. Zərbə Ağazəki olmasın, bu olsun dedi. Ağazəki Əzimov. 2-4, fərq bir qədər azalır. Saşayda üçün təşəkkür var ol, minnətdaram. Ekran bəyənənlər sizlərlə də ayrıca. Xubalızadə Xanağa ayırmaq istəyirdi. Xubalızadə uzaqlaşdırdı. Yeni Suraxan stadionu. Malik Canbayev sonuna bir toxunuş Asif Novruzov idi zərbəni edir. Onun pasivində sarı vərəqə var. Aktivinə də gol yazdırmaq istəyirdi, alınmadı. Elnur. Umudovdu. İsmailov. Eldar Kərimov topu dəfədə çıxarmaq istəyir. Xanağaya doğru ötürmə. Xanağa. Bir qədər ayaq saxladı. Ötürmə. Ağazəki. İki kapitan üz-üzə idi. Ağazəki Əzimov və Asim Novruzov. Umudov Səttar. Ağazəki çatmadı. Asif Novruzov. Asif Malik. Yəni keçid yoxdur. İki qapçı ötən dəqiqələr ərzində inanılmaz mübarizə aparır, yaxşı mübarizə aparır. Üçdən zərbə isə düzgün yerinə yetirilmədi. Top xəttə toxunmalıdır və odur ki, qapıdan zərbə. Xanağa. Bu zərbə idimi, yoxsa ötürməkmi? Səni biz bu sualın cavabını Xanağadan sonra heç kəs bilməyəcək. Asif. Diaqanlı ötürmə. Səhtarovun bunu tapmışdı. Asif zərbə son anda Elsəvərin də toxunuşu var. Elsəvər Hacıyev ittirik edir. Xanağa
Daha doğrusu Ağaz Əkəzimov kapitan komanda yoldaşlarının bu inanılsız mübarizəsindən çox narazı görünür və elə iradını da bildirirdi. Komanda yoldaşlarına Ağaz Əki 2 nəfər nahədəsindən topu çıxardı. Ötürmə. Hesabsa 5-2-dir, bir daha qeyd edirəm. Yine Suraxan stadionunda baş tutur bu görüş. Türkan 5, İştah 2. Ağaz Əki uğurladı topu. Elnur Xubalızadə geri götürməli. Səttar. Vüsalı düşünmüşdü amma alamadı Məlik Cabayev Ülvi. Burada 2 hissədə sonlarına yaxınlaşmışıq. 2 hissədə son dəqiqələr oynanılır. Xubalızadə topu çıxardı. Asif Novruzov Xanağa ilə mübarizə aparır. Eldar. Asif. Topu çıxarma bacardılar. Var olun, minnətdarım. Əladır da elə fikir vermədən bəyənməyə davam edeyim. Efendim bildirir ki, korner değil. Yan xətnə top oyuna daxil edilməlidir. Elvin Qurbanov. Elvin Rötərmən Xudaraya girdi. Ağaz Əkəzimov. Eldar'ı çıxardı boşa. Eldar. Zərbə, Səttar. Təkrar zərbə və gol. İsmailov dubl edir. 5-3 fərq yenidən 2 indi. 8-3. Türkan 5. Bəli. Asif Novruzov. Eyni zaten. Asif Novruzov. Kapitan. Silah dəyişmə istədi alamadı. Xanağa. Bir doğru ötürmə. Ülvi. Yox. Zərbə alınmır. Səttar Umudov. Asim. Qurbanovla mübarizə. Ağaz Əki. Uzaq məsafədən zərbə. Səttar. Asim. Ağaz Əki. Ülvi. Xanağa hərəkətlənməsi indi ona doğru. Xanağa bir qədər ayaq saxladı. Məsələ bu ayaq saxlamaq top itkisi ilə nəticələnir. Burada Umudov Vüsal alacaq əmlələr. Zərbə imkan vermədilər. Bu əmlələrdə bu cəhətlərdə referi 2 hissəni bitirir. Komandalar fasilə yollanır. Heç ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.